Salam, sabah xeyir olsun değerli izleyiciler. Bir de istedim güllerimi çekeyim ki çünkü amaralistlerin vakti gidecek sonra tapa bilmeyeceğim bu defa güllerin lap güzel vaxtları da eləcə danışmadan istəyirəm çəkəm hamısını. Açmayan bir tane bunlar qalxdı, zəfərin süslər. Onlar da, onun da öz vaxtı var. Birazdan da onlar açar. Sonra burada bu çiçeği deyirlər bu. Bu da açıqdı ucundan. Aşağıda bir de bunlar da yəqin ki açarlar. Bunu bu yıl artırmıştım. İstedim danışmayayım ama bunu bu yıl amaralisin birinin böğründən, böyük tayından çıxartdım. Açmamışdı hələ. İndi müjü görürəm ki zoğu çıxıb yine açmaq üzrədir. Bunlardaki begoniyadır, artırdım. Çox inkişaf elədilər hamısı. Çünkü güllərimin çoxsunu suya apardı, qablarım boşuydu. Ona göre elə bir ki lap da çoxlaşdı, artırdım. Birindən çox oldu. Bu çiçeğini de artırmışam, bunlar da elə artırmışam. Burada moralistlerdi, burada yine bu çiçeğidir, hələ bu açmayıb. Açıram ucu. Bunda da bunda da var ucu açılıbdı. Ondan sonra piran da. Bunlar kepeneklerdi. Bunlar sonra basırmışam bunları. Bunlar kepenekti. Piran dönen teze basırdım. Sonra o da kepeneğin başka nevidir. Bu temiz yanmıştı. Teze düzelifti. Başını kesmiştim. Burada da giranlardı. Bu da qırt düymə deyirlər bizdə sarmaşıq qızılgül açdı jüyüsü. Bu lantanadır jüy, bu açmaq üzrədir. Ondan sonra bu da amaralisin en böyüğüydü. Bunu böyründən artırmışım bir dənəsini. Hər tərəfini açıb. Amaralisdə. Orada da kaktuslardı. Kaktuslar jüy açıbdı. İstədim sonra onun üçün bir video çəkdim ki sonra jüy tapa bilməyəcəm onu. Bu kaktusun da böyründən çıxır. Bunlar da açan kaktuslardandır. Bu da geranlardır. Geranlar yaxşı qalıb bir dənə şükür. Bu şefleraların dirilib əmələ gəlib. Sonra bu kaktuslardır. Kaktus nevidir də. Bu da başqa cürə. Sonra bu da şefleradır. Bu da ətirşahdır. Yenə bundan artırmışam. Teze basırdım onu da dünenleri. Birinde basırmıştım o defa. Burada da bu güllerimdi. Bu da o kaktusun evindendi. Bu da amaralisin böğründen çıkartmışım. Bunda tumurcuğu olmadı. Bu dikenler tacımdı. Bunlar karlikleri açtılar. Ağla rozvi. Bu da bir geriyadı. Açtı kurtardı. Bir iki tane kaldı. Sonra bu bir dəfə açır. Bu da aloydu. O xrizantemadı. Bir tane o gülün adını bilmirəm. O hələ arkada o özü başında onun da tonpa çiçekler açır. Hələ bir tumurcuq əmələ gəlməyibdi. Onun yeri orada kölgəydi. Maldillər də deyirlər, mən eşitmişəm ki neçə il idi bu məndə idi. Əvvəldən açmışdı. Sonra açmırdı. Deyirlər gərək bunu şaxta donuzdursun ki sonra barsın. Bu keçən ildə qarın altında qaldı. Bir iki dənə açmışdı. Bu ildə qarın altında qaldı. Tamam bu boyda qar yağdı. Heç mən onu götürmədim. Elə qar bunun üstünə yağdı. Bunun indi özündən də artanlar var. Belə olur. Amma bu bunun hamı yəqin ki bilər də bunun çiçəkləri belə olur. Bunda şəkərə xeyirdir deyirlər. Bu yumru mamma kimi olur da bunlar. Bunlar da hamısı çiçeklerdi. Maldilinin. Bu da jasmin idi. Açtı kurtardı.
Bir dənə bu məndə açmayıb. Heç neçə illərdir saxlamışam, yekələndirmişəm, artırmışam, kiməsə də vermişəm. Heç hələ çiçək açmayıb. Bu da həyət gülüdür, bu da karlıqdır. Bircə dənə zoğdu çıxıb, bax başında belə hansı tumurcuqlar. Bir də bu il nəsə hələ liliyə oxşayan zambaq gülü var, ondan da hələ açmadı. Bu da mal dilidir. Bu girandır. O da agavadır. Bu da bunu təzə basırdım, bu nevi bu il. Bu da bunun çiçəyi deyə başından çıxıb. Belə Allah hər kəsə gözəl gün qismət eləsin. Can sağlığı versin. Gözəlliklərlə baş-başa sizi qoyuram. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.